Möhkəm ol. Eşq olsun. Həmin gün gənc fəallar kafelerin birində öyrədilmiş 2 nəfərin hücumuna məruz qalmışdı. Lakin hücum edənlər deyil, blogerlər özləri həbs edilmişdi. Aktivistlər xuliqanlıqda ittiham olunurdular. Onların həbsinə səbəb isə həbsdən 10 gün əvvəl paylaşdıqları Eşşəklə müsahibə adlı video çarxın olduğu hesab edilirdi. Həmin videoda Almaniyadan 2 ədəd uzunqulağın alınması üçün böyük məbləğdə ödəniş edilməsi xəbəri fonunda hakimiyyətin siyasəti və ölkədəki problemlər istehza ilə tənqid olunurdu. Dövlət Səs Radiosu, dünyaya ikinci dəfə yenidən gəlsəydiniz, eşik olmaq istərdiniz. Düşünürəm ki, baxır harada? Yəni Avropada, xüsusi olaraq Almaniyada eşəklər üçün çox çətindir. Yəni vəziyyət çətindir, bizim hüquqlarımızı pozdular, heç yerə buraxmırlar. Amma Azərbaycanda da olsaydım, sözsüz ki, eşək olmaq istəyərdim. Cənab prezident, eşik mədəniyyəti ünvanlandı. Eşitdiyinizə görə siz yerli eşiklərdən qat-qat bahalısınız. Nəyə görə deyə bilərsiniz? Çünki mən fərqliyəm. Yəni mən artığım, mən A kateqoriyalı eşəyəm. Yəni mən onlardan artığım. Mən Avropadanam, Avropa mədəniyyəti görmüşəm. Avropa təhsili görmüşəm. 3 dildə danışa bilirəm azad şəkildə. Alman dili, ingilis dili, həm də gördüyünüz kimi, yəni Azərbaycan dilində azdan çoxdan danışıram. Həm də mən skripka ifa edə bilirəm. Blogerlərin həbsinin səbəbi həm də onların o zaman internetin kütləvi şəkildə yayılmasından istifadə edərək maarifləndirici və alternativ tənqidi media kanalları qurması ilə bağlı olduğu bildirilirdi. Onların hazırladıkları video çarxlar internet vasitəsilə on minlərlə gəncə çatırdı. Bu isə həmin dövrdə bir çox qəzetin tirajından daha böyük auditoriya demək idi. Blogerlərin həbsi digər gənc fəalların etirazına səbəb olmuş, onların azadlığı üçün geniş kampaniya başladılmışdı. 11 noyabr 2009-cu ildə Səbail rayon məhkəməsinin qərarı ilə Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. Başına mindi! Ey Allah! Azadlık üçün!